Baş sponsor Soundride, Lowell traktorları, xüsusi sponsorlar Patron tumları, Azərbaycanın kolası Buz Kola, Reva Hill Resort. Baxın görün mən patron yağmur işlərim yiyib. Buradadır. Əcəb şey düşmüşük. Bunların əlindən evdə hər şey gizlədirəm. Hər şeyi. Zəll olmuş. Mama. Ne olub sen? Yo, mama tez aldığım telefon yoktu, onunla danışıram. Danış rahat. Adama doxşur. Yo, mama köynəni satmayacağım, xeyr. Baxaram evdə kimin imkanı yoktu, bəlkə pay verdim ona. Oldu mama, oldu. Ay qaymağı qatığın üstündən yiyən Əfruz. O nə deməkdir? Az kredi telefonla risopqalanırsan, özünü göstərirsən. Az o krediti qurtarmayancan o telefon səndə öyle. Nə kredit az? Bunu mənim ərim nəqd alıb, meydan. Nə danışırsan? Gecəli toya, bax, rupada. Az onun hər rupada, rapadası 20 manat, 30 manat, 40 manat diye. Nə, az yeri ged az, bütün kənd sənin əribi nəribə oğrusu kimi tanıyır. Az nəysə, xoş xəbərlər eşitəsən. Təzə telefonun mübarək. Başından çarəsiz bekliyorum. Öyle ömrü boyu çarəsiz olur. Bekliyorum ki Ağzıma. belki zevk gelem. Yazıq ördək oxşayır. Ördək. Alo. Az təzə telefonumla danışıram, ha. Kim öldü? Qonşu. Məftunənin nənəsi. Bu gün öldü ki. Vay. Yazıq. Oldu. Sən nə fal ağzın var imiş. Xeyr dua verən kimi qonşu da arvad getdi. Rədd olarız. Kim rədd olsun? Git. Allah. Telefonun başında çarəsiz bekliyorum. Səsin batsın. Lay la la lay la lay la lay lay. Lay la la lay la lay la lay lay. Lay la la lay la. Video maşın sende var, video maşın bende var. Rədd o təpə. Az ne olub ki? Yununu şöyle çırpırsan azığından. Az darıxma da sənin də pulun olar. Sən də özünə qəşəng antika telefon alarsan. Sən də belə qəşəng danışarsan, belə konuşarsan. Diyan bir dənə şəkil çəkim sənin gözlər. Gözlə bir də belə barmağı belə yanağı belə. Diyan. Gör kim kimə nə deyir. Az da qəşəng düşdün. Uyana. Necə düşməliyəm? Qəşəng düşməliyəm. Adam var, həyatda çirkindir, şəkildə gözəldir. Adam var, həyatda gözəldir, şəkildə çirkindir. Səndə heç biri yoxdur bunun. Az ged öz dərdimi çək az. Cəmaata kənd toyuğu adı ilə soxuşdurulan broiler oxşuyursan. Mən şəkildə də yaxşı düşürəm, həyatda da. Görsənir. İnanmırsan? İnanmırsan? Gəl bax şəkillərimə. Az bu nədir ki? Televizorun pultun çörünü çıxarmırsan. Apar qoy yerinə. Az bu mənim telefonum deyə. Az bu sənin telefonundur. Pult nədir? Az bu telefonu var. Az bu var. Bir dayanmışım səndə var. Sox sənin boyumu, yerə soxum. Yerə. Sən indi baxarsan Əfruz. İndi baxarsan. Münasip. Az ne var? Adı hardasın? Ne ses küs almışsan? Ne olup yani? Hara getmişdin? Buraya komşudan beh almağa. Ne olur? Ha sənə sual verəcəm, mən səmin cavab ver. Hə. Mən sənə pis arvadan. Hə? Kimdir? Mən kimdən əskiyəm? Hə? Ne kimdir? Kifirəm, eybəcərəm. Mən gözəl deyirəm. Hə? Suama cavab ver də. Gözəl deyirəm mən. Hə yox. Ha kim değil onu? Adamın ağzı kuruyor. Sen güzelsen köyseysen ne olup ki? Bir dəfə də olsa sən yeməyi gecikdirmişəm. Yox. Sənə pis baxmışam. Hə? Yok. Nə bilim həyasızlıq eləmişəm. Hə? Yazıq Yox. canım. Ağzım var, dilim yox deyə. Az Nisa. Ha sen
Kuzu balassan, kuzu bir dənə belə elə. Mə elə. Hadi gel zübüd ola bəsdir, bəsdir. Gel cemaatın əllərinə bax, arvadlarınca əllərin içində saxlayırlar. Hər gün arası gedirlər restoran, kafe, ora bura gəzirlər, hə? Rayon, xaric. Bir də mən xaricə aparmısan, hə? Aparmısan xaricə? Az gözündən gələr. Keçən ay aparmadım səni. Bibincilə. Hara? Bibincilə. Şimdi sən başıma qonşu çəkdi oraya. Ora xarici ölkədir. Azı mən nə qərim indi? Elə yerdə qalır ki, bir addım attın, xaric sayılır. Mən nə qərim, hə? Hadi gel zübüd ola da. Bəsdə də, bildin, uşaq dönəmi sən üçün, mənə, bildin. Hə? Mənə bax, Hə? bir dəfə olsun, Hə? mənə bir cüt çorab almısan, hə? Almışsan nesin gərəkin mənə? Almamısan ki? Az niyə almamışam, almışam. Yalan danışma. Həbərim var qardaşım meydanına alıb. Çorab alıb. Yoxsa kimdənsə borc alıb az yenə. Yerə soxum sən boyu. Arvada telefon alıb. Həri, öz ən bahalısından. Partlayır ürəyimi. Niyə o telefonda məndə yoxdur? Niyə? Niyə partlayır az? Öz arvadını alıb da. Başqasının arvadını almayıb ki. Belə ki, sənin telefonun heç bir il döl dəyişmişəm. Təzədir telefonun. Hə, Bu telefon təzə. Bir ildir də. bu nədir sən təzədir, hə? Təzədir. İndi oldu köynə. Gedək mənə telefon al. Nisə? Oldu köynə. Qırdın ki bunu sən. Gedək köynə oldu da. Qırıldı oldu köynə. Gedək mənə telefon al, bilmirəm. Kimdən əskiyəm? Ha, indi mənim qabağımda gəl telefon çıxartdı, bax belə azıq verəcəm, mənə nə qalsın belə. Meydan, yaxşı çəkirsən, yaxşı. Hadi indi bunu çıxardım. Çıxar. Çək. Belə də çək. İndi bir dənə belə. İndi sən də mənə çək. Gələ. Yaxşı çəkirsən ki. Baxın. Bax. Nə mənə çək. Dayan. Dən. Aha, birini də çəkeyim. Ay, sağ ol. Birini də çəkeyim. Şu pozdan biraz değiş de meydan. Eyni poz alı sende ye. Mən bir dənə pozam var belədir. Bir dənə baxın. Nə var? Baxın görüm necə. Baxın. Ay can. Şimdi Aycan'a yine de Aycan deyir sanki. Hə, geçin. Gör yaxşı düşmüsən. Geçin. Buna bax, şəkildə də nağara çala bilmirsən, meydan. Sən ritmə çilmirsən. Bir dənə dördləvi yum. Nə yumum? Dördləvi yum. Yum dördləvi. Bir dənə ritmə var. Bax, dərəb. Şu yığışdır ya akşam. Başımız beynimiz getdik. Hə, mama, hə. Təzə telefondan danışıb. Səsimdən bilirəm. Açıq aydın qəşən. Hə də münasib aldı da. Motum aldı mənim üçün. Qiymət belə Əfruzun telefondan 200 manat bahadır. Hə, bu lap yaxşıdır da. Aysa 12 Srednidir, hə. Məndə VIP lüks. Nədir o lap ondan, hə. Yaxşı mama, amin. Mübarək edin neçə bacı. Sanki ol mimarəkdir, nə olur? Qarışqa yiyən, nə olub ki? Telefon görməmişik biz. Getdin tez bazar münasib qardaşa telefon aldırdın. Qərət belə az qarışqayan deyir mənə. Ana King Kong oxşuysan. Kim oxşuyur ana King Konga? Babeyqa, mənə deyirsən. Mənə, artama yaz, yeri gedər. Yer az. Səni şumlayacam meydan. Eləmə qaqaç, elə eləmə. Darıxma. Diyan, qoy sənə təzə telefonla şəkillərimi çəkim, bir adamı oxşayasan. Kimin? Diyan. Mən kifayət qədər çəkdirmişəm. Sən də çək. Bu nədir yazır ingiliscə? Nə yazır? No error, no face. Ay qız gördün gündə səni. Nə deyir? Ay, telefon sənə qəbul eləmir. Burada ingiliscədir, mən qoy tərcümə deyir ki, bu telefon Əfrusun biraz çox olar. Az öldü mü gülməkdən? Öylələ. Öldü mü? Öl yaz. Səni traktörün dalına bağlayıb torpaq şumlayacam meydan. Darıxma sən. Elə şey eləmə də deyirəm sən. Axşam nasıl? Xeyr. Cavan oğlan, siz ingilis dillisiz? Xeyr. Mən ingilis dil müəlliməsiyəm, ona görə soruşuram. Buyur, cavan oğlan, nə lazımdır ki? Münasib bəy lazım idi. Münasib bəy nə buradır? Mənəm. Sizsiz? Bəli. Lap yaxşı. Mən Emlab Elektronicsdən gəlmişəm. Mən sizə təbrik eləyirəm. Siz bizim kampaniyanın qalibi olmusunuz və bizdən bir ədəd ütü qazanmısınız. Nə gözəl. Gözləriniz aydın olsun. Üzümlüyəm. Ütü də utdu. Təbrik eləyirəm. Bundan sonra ütləyərsən də ərin köynəklərində. Çatan deyir ki, Nisə ərinə yaxşı baxmır. Gözləriniz aydın olsun. Sağ ol. Hayda, dəhşət. Az, mənim ərim ömrü boyu səliqə içində olub. Har. Tərtəmiz, ütü, şax. Asa gün öz dərdimi çəkir. Nə olur? Az yazıq meydan. Meymun yox, meymun nədir? Meydan. Öyle
Hələ ondan. Qardaşa yazığım gəlir. O hər həyətə girəndə onun ağ köynəyini o qədər yumamısan ki. Bütün hər bir rəng var köynəyində. Uzaqdan gələndə hər birəm üstümə Hacı Nuran gəlir. Ay Ne yazıq. olsun ki? Canım göre. Sərin düdə. Az eləməlisən, söyləməlisən, mən ütüləyim onda. Kimi gör özün üçün ütülə, mən günə ütüləysən ha. Çürü Mən günə başı var. ütüləysən Sonra ha. sən üçün deyirlər, arabada evdə bunu belə bırakır. O vaxt şəkiyə ayı girmişdi, həmən ayı yox şeysən top. Ay, Hasan o mənəm də. bilirəm. Həmin ayıyam da gəlir. Hangisi? Rusça bir tane öyle kampanyada. Bizdən kreditlə telefon alanlara kupon veririk. Amma siz kuponu götürməyi unutmusunuz. Amma qalibsiz. Bir dəqiqə, üzr istəyirəm. Adın nədir sənin? Jack, nədir adın? Cəfər. Cəfər. Biz bu telefonu nəqd almışıq. Biz kreditlə telefon almırıq, əzizim. Bilirəm. Münasib bəy bugün bizdən 2 ədəd telefon alıb. Birini nəqd, birini kreditlə. Deyil, xanımın əlindəki telefon. Kreditlə alınan telefondur. Bu buna bax. Əsəbdən, nerede bir də buna bax. Bütün əlim ayağım qurudu. Bütün bədən, vurur bütün bədənimə. Bay qıcı oldum. Münasib. Ada sən bunlara kreditlə telefon almısan. Münasibətləri korunum sənə. Meydan. Bəs deyirdin özüm üçün istəyirəm. Mənə nə hallara qoydun ha sən? Hançarlara. İndi görəsən hansı hallara. Şimdi onda elə çıxır ki, ütü də bizimdir, telefon da bizimdir. Aa! Ayaq zəydi. Ne olub ki? Nə telefon süzündü, nə də ütü süzündü. Ver bura telefonu. Ver bura. Söndürdünüz. Ne olar ki? Azar olarkən. Öylələrkən. Ha, Könədir. indi mən sənin başımı lezma ilə qırxım, sən də bax. Aşkayla kötü. Bura gəl. Deyirəm bu patron Tomunu görəndə təbim gəlir də şeir yazmaq istəyirəm. Gəldi. Qoy yazım. Şair qalıb çətində, görüb xəyanətində, belə məhəbbətində heyf arvad uşaq var. Üşüyürük qışında, dostun da, tanışın da, belə yaşayışın da heyf arvad uşaq var. Sənə işıq saçardım, buradan elə qaçardım, mən ağzımı açardım. Heyf arvad uşaq var. Telli, necəydi, bəyəndin? Badi mənə gördüm, ən çox yadda qalan hansı söz oldu? O dedi ne? Işıq saçardı. Simicliyindən ancaq şehirlərdə işıq saçırsan. Bir dəfə də evin işığını yandırdı. Ay qız, mən o evin işığını yandırsam şeir yaza bilmərəm. Bizim dolanışımız şeirlə deyə acından ölək. Sənin o şehirlərindən biz evə 1 kilo kartoşka almamışıq. Həmişə atamgildən daşımışıq. Bilirsən nə var? Mən indi gedirəm, işığı yandırırım, serialıma baxıram. Gedmə. Bax, sənin pozan həmin o seriallardır. Oturub seriala baxırsan, orada işığı yandırırlar, sən də həvəsə gəlirsən. Qulaq az, birazdan Fərman müəllim gəlir. Bizə elçi gəlirlər. Nə elçi? Mənim xəbərim yoxdur. Ay qız, sənə əvvəlcədən demədim ki, hazırlıq görəcəksən də, ona görə. Çayla mürəbbə hazırlayayım. Tələsmə. Qoy vəziyyətə baxaq sonra. Deyirəm, birdən sevgi güzat gəlsin, eyni yərik. Yox, gəlməz. Xəbərin də var da, sevgini elə döyüblər ki, elə gün də salıblar ki, bir ay ayağa dura bilməz. Gipsdən nə deyim, qırılıb tökülüb bütün. Bir dənə Fərman müəllim gəlsin, hər şey yaxşı olacaq. Elçilərimiz gəldi. Gəldilər. Geldi Fərman müəllim, gəldi. Gözəl insan, müdrik insan. Hörmətli, qabiliyyətli, qanacaqlı, məlahətli, sədaqətli Fərman müəllim gəldi. Xoş gəlmisiniz, səfər. Ayda yağış atır. Fərman müəllim, xoş gəlmisiniz, səfər gətirmisiniz. Biraz qıraq elə. Həmişə siz gələsiniz. Sağ ol. Görün nə deyirəm. Çöldə söhbət edilir, yoxsa içəri keçək? Yox, mənim vaxtım yoxdur. Hələ çöl yaxşıdır. Çöl yaxşıdır, olsun yaxşı. Sən mənə qulaq as. Mən bura gələndə gəlməliyəm. Hə. Qohum məqrəbələrində gələcək. Bu belə biabırsı bir yerə qohum məqrəbənin gəlməyə ayıb olacaq. Sən belə elə, buranı remont elətdir. Nə qədər pul lazımsa, 20 min, 30 min, nə qədər lazımsa, deyərsən həll eləyərik, evin remont elətdirərsən, ayıb da, day. Doğrudan. Qohum olur, hə.
Telli, eşitirsən? Oradan çay qoy özdə mürəbbə ilə. İşıqları da yandırıb. Asla ağlama, get. Gör nə deyirəm Fərman müəllim. Deyirəm evi remont eləmişkən. Bəlkə bir dənə də mənə kitab çıxartdırarsınız. Ne kitap? Şeir kitabı da, mən şairəm də. Olar bir dənə şeirlər Ha, mən. yo, bak benim şehirden hiç hoşum gelmir. Öz şeirimdir də deyim, bəlkə yaxşınıza gəldi. Nə olar, qoy birini deyim, qoy birini deyim. yaxşı. Ay mənim böyüyüm, ay mənim ənkəm. Gör bir neçə vaxtı cibim qalıb boş. Mənə pardışqa ver, gedim qabağa. Sənə qurban olsun, balaca bibim. Ay ne ederim sen mi bilen? Bibilərimi. Deyirəm qurban olsun da. Qoy deyim, dalı var. Nə desəm baş üstə, işarə elə. Ağlayım, göz yaşım, üzümə axsın. Çağır dost tanışın olan məclisə. Dünən bir şeirdir, əmilər baxsın. Əmilərim də sana qurban, dayılarım da, hamısı. Ha, yaman şehir idi bak Çok hoşum geldi. Doğru da. Ha, ben şehire kulak asan değilim ama halal olsun sana. Sevindim. İndi sen belə Senin kimi şairə gələ bir kitap çıxardıq. Onun da pulun parasını hesaplar. Ne kadar lazımsa onu da həll eləyək. Sen de bir kitabın olsun da bir qoğum oluruq da. Ay dönür, pis dönür sevincimler. Sağ ol Fərman müəllim. Mənim bugünkü, bu dəqiqə, bu sahnədə olan arzularıma bundan sonra heç kəs mane ola bilməz. Gəl səni bir dənə burnundan öpüm də. Ay Bakşeş ne varsan? Ne olur bir dənə burnundan öpüm də. Oy, bəxşiş qardaş kişi ilə qucaqlaşıb. O ne demeydi? Lülesi kırılmış teşeka geldi. Çevir beni. Fırlat beni görüm ne oğlum. Vay dede. Vay dede sakla. Sen git gir içeri bir yabırçılıktı. Gir içeri. Acaba böyleyirdi. Ne oğlum? Fərman müəllim mənim canımdır, ciyərimdir. Qucaqlaşmışdım, həri, öpürdüm onu, ürəyimdir. Mənə mane olmayı, bugün mənim taleyim həll olmuş. Qızı da verdim Fərman müəllimin oğluna. Sevgi? Farman. Ay sana kurban olum ha. Ferman. Gel. Nosundan öp. Gel canım. Nosundan. Beni koymadım burnundan öpüm. Onu koydum. Ha bu benim doğmamdı. Sevgi. Bəli. Ha sana ne olup böyle? Değil mi? Yadıma salma Ferman. Teflavoz dartırdım. Ne? Teflavoz. Ha. Budumu çişledi gitti. Sağ. Budumun üstünden Sağ, çekti. sağ. Yadıma salma. Sağ ol yer. Şimdi teşeka kalıp yerinde. Ha. Elə bir ki teşekanın kundağı kırılıp. Sen kardeş. El olmuş Ha, ama. bu sen ne oğlan idi? Ticanı cevap vermirler. Siz birbirinizi hardan tanıyorsunuz? Ha bu Sevgi benim kardeşimdi, doğmamdı. Benim sınıf yoldaşım diye bu. Biz adına klasnik olmuşuk. Ha. Biz sınıfta o kadar senin başında parta sındırmışam yadımdadır. Ha. Daskanı götürürdüm daskanı. Vururdum bunun başına. Vururdum Fərman müəllim başına. Da. Ona göre kazatsan okşu size Fərman müəllim Hey. okşattım. Sen ne yaxşı burada Sevgi? Benim oğlum Ha. bunun kızın sevir bak şeyşin. Ha. Yani ben de her defa bu kapıya elçi gelem o vermiyor. Ha. Bir əsəbimden beynim sönüp senirlesin. Demişəm, mən qızı Fərmanın oğluna verirəm. Benim kardeşim senin kapıma gelir. Bəli. Oğluna kızımı istemeye. Benim bundan haberim yoktu. Vermirəm də qızım acı. Ha yo. Ben kardeşimin elçi geldiği kapıdan kız almaram. Bəli. Ha yo. Sen kızı vericine benim kardeşime. Oldu. Seni görmeyeme şad oldum Ben ben de. kardeşim. Gel bir de öpüm seni. Ben de Sağ ol. özünden Fərman bana. Fərman mən bir dəqiqə Ay, özür yox. istəyirəm. Bir dəqiqə mənə Ay, baxın. yox. Gör nə deyirəm Fərman müəllim. Ha. Bu dəqiqə nə olar? Bəs evin remontu. Ha gitti o evin remontu. Doğrudan. Ha. Bəs mənə kitab Ha, çıxartsın. onu da kimden hallederse. Sevici. Bir sual verim. Sağ kolun salamatdır. Bu salamattı. Bundan məşq eləyirəm. Onda Ne olur? sen de gittin Adna Klaskov'un yanına. Para eleme. Eleme teşeka gitti. Haydi. Teşeka gitti. Teşekanın evi yıkıldı koymuyor. Arvad kaldı yersiz. Naməlum kişi neydi tapılacak ardansa. Teşeka. Bilirsiniz sizi niye çağırmışam? Niye? Sizi işten çıkardıram. Könlüm ata nəsiyyət istəyir. Diyan da atam oğamı var ha özü 1 litrdi. Mən keçən dəfə zakuskam yox idi. Anam oğamı ilə 1 litr vurmuşam inasan. Mədəm yandırır. Oğam oxuma mən yani. Adə saxla görək. Sizi başqa işə götürürəm. Soundright'da sürücü işləmək istəyirsiniz? Şərtləri nədir? Bax təzə maşınlar.
Təzə sürücülərə 300 manatadək bonus verirlər. Ayda 1000 manat maaş, bu nəqdi. Gündəlik də çaq-çuq nə elədinsə o da sənə qalır. Sertifikat istəyirlər, onu da almağa mən sizə kömək eləyəcəm. Anam Benim çok sevinir anam benim. Ay anam benim. Çok sevinir anam benim. Baş sponsor Soundtrite. Münasib. Aycan. Deyirəm, heç olmasa biraz da mənə vaxt ayır. Nə bilim, mənə diqqət yetir. Bu Lobol traktorda göstərdiyin qayğıdan 1%-ni də mənə göstərdə. Qutar da bu qısqanclığı da. Ay qız, bu Lovol olmasaydı, sənin dədən səni mənə vermədi. Bəs bu söhbətləri yığışdır sən. O imkan ver çayım içimdə. Düz deyirsən. Papanın şərti odur ki, Lobol olmayan oğlana mən qız vermərəm. Deməli bilirsən kimlər istəyirdi? Bilirdim də kimlər istəyirdi sən. Bax bu Lovola görə. Bəs nə? Komfort istəyirsən, Lovol. Sürət istəyirsən, Lovol. Münasib leasing istəyirsən, Lovol. Hələ darıxma, bir-iki həftə bunun birini də alacam. Doğrudan. Daha çox pul qazanmaq üçün. Az ya. İkinci səfər evlənmək istəyirəm. Gizləmə də. Bildin? Az zarafat eləyirəm. Baş sponsor Lovol traktorları. Hanı? Hə. Bir sən nə almışam? Yox, mən içməyəcəm. Bəndən deyirəm. Yox. Demirəm içəyə gör nə almışam. Ona bax, soyuq sıxım, patron yağı. Ləzzət edir də buram şey yeməklə. Mələkə də həmişə mən bundan aldırır. Eşidirsən? Bununla sən də yeməklər pişirmək olur. Tavanı götürsən, qoysan qaza. Yağı da... Tava qızdırırsan, patron yağından çəkirsən tavaya. Kartofu xırda-xırda doğrayırsan, cız, qıpqırmızı pişir. Sonra kələm turşusu ilə vurursan bədənə. Uf, sən nə gedir? Ya bunu verir sənə, apar ver mələkə var. Afarım da sağ ol. Bu patron yağı ilə pişən yeməklər pişən necədir? Bax, Messi ilə Suarez kimi, nə bilim, Xavi ilə Iniesta kimi. Ay, sağ ol, düz, apar ver gəl, sındırarsan, apar. Apar ver. Xüsusi sponsor Patron tumları. Gəl bəri. Gəl də yeyək, çay da yeyək, çoxlansan. Gəl də. Niyə yeyəcək? Səbəb var, nöş içməliyik ki, hə? Nə oldu? Deyil, yağış yağdı. Səbəb də bu. Səbəb bunun artıq normaldır. Yağış yağanda adamın ürəyi sən nə istəyir? Xəngəl. Xəngələ gəl, xəngələ. Arağı gətir, xəngələ. Gələ burada, sən havaya bax. Bax şu xərəb, yağış dörü, yağış yağmır. Kondisioner suyu düşdü üstümə. Nə olsun, əsas bu damdı da. Mən o vaxtı, o paltar yuyub sərirdilər ha. Deyib dururdum onun altında, üzümə onun suyundan düşən kimi qaçırdım vurmağa. Elə deyirdim yağışdır. Bu da, gedək də bura, yağış. Lazım deyil, içməklə qutaraq. Niyə? O dəfə içdim, evdən kombini çıxartdım, verdim bir moğuna. Arvab sənə döyüb məni. Başqa şey haqqında fikirləşmə, xəngəl haqqında fikirləş. Bax, yayma xəngəl. Bax, çəngəllə götürürsən belə ağzına falan belə sürüşüb düşürük oraya. Qiymətlə. Uylələ, misal nə gedər? Paya kimi. Ay dəli, o vilkadan xəngəl belə sürüşüb düşür ha. Elə bilirəm ki, Bəhlül Mustafayev Ronaldonun ayağına patkat girib topu götürür. Doğrudan deyirsən, hə? Özü mənə baxır, deyirsən vuraq. Pul var vurmağa. Kasıb yiyib içmək istəyəndə, o pul hardansa olsa gəlir o üçün. Canım bura bax, gedək xəngəl deyim. Qəşəng turşu. Bura bax. Axşam da Qalatasaray oynayır Atletika Madridlə. Vura baxaldı səhərə kimi. Doğrudan. Gedək. Gəl. Amma az istəyirəm ha. Ürəyinə qorxma. Tamamlar mənim, bəyəndiyiniz ev budur. Bu kimdir? Hə, odur. Tez həll el onu, qiyməti nə deyil, ver götür. Oldu. Siz yığıb məni narahat eləmə. Baş üstə Kamandar müəllim. Oldu. Bu kimdir? Bir dəqiqə deyən, qardaş sən kimsən? Xeyrola bizim evi çəkib kiməsə göndərirsən, ya kiməsə göstərirsən, nə olur? Salam əleykum. Salam əleykum. Mən bu evi almaq istəyirəm. Bilmirsiniz kimdir yəsi bunu? Bunun? Bəli. Bir dənə xanım... Yox, bizimdir. Hə. Dəqiqsindir. Bəli, bizim evdə iki qardaş tükürük vuranı. Qardaşımla. Kimizə? Nə olub ki? Vuransınız? Vuran yüksək səviyyədə. Havaya bax. Bu havada neyniyəsən başqa? Nerede oynayayım? Bizim ya vurmaq. Bəli, vuranım. Vuranıq, hə. Sənətkarsınız ki? Yaxşı tikmisiniz. Mən bu evi almaq istəyirəm, satmırsınız? Deyirəm ki, xanış, gələn-gedən bu evi almaq istəyirik. Sən rəsən, bəlkə müəllimin qismətidir. Yaxşı evdir də. Allah evdir. Satarıq, bəli, satarıq. İntihası beh vermək lazım. Beh verə bilərsən? Qardaş, bir dəqiqə gözləyin. Bu evin bir sənədlərinə baxaq soram da. Sənədinə? Yığ Vaqif müəllimə. Deyən ki, 100 manat behə versin, sataq o kişiyə. Ay sən, o işi. Qardaş, bir dəqiqə gözlə. Siz beh deyəndə 100 manat nəzərdə tuturdunuz. Əli.
Gəlin mən sizə 100-lü şirinlik kimi verim. Ha, heç nə. Heç nə, narahat olmayın. Axşam da gələrəm, sən əslində işini həll eləyərik. Əslində behi daha çox istəyirlər, hə. Bəli. Burada da şirinlik kimi eləmisən, sonra da beharısan, ha qardaşım. Çox sağ ol. Düz, çox sağ ol qardaş, çox sağ ol. Axşam gələrsən. Axşam gələrsən. Nə oldu qardaş? Axşam gələm, sən əslində işini həll eləyərik. Yaxşı. Sağ oldu. Sağ ol. Gördün? Başın xarab deyilsən. Gördün? Yeyib içməyin pulu öz ayağı ilə gəldi. Gedək vuraq da indi nə deyirsən? Şimdi yeyib içmək cəmaatın evini satırıq. Şimdi o senin cəmaatın evi. Mən adam tanıyıram ki 30 dəfə Eyfel gülləsini satıb. Satıb da. Bildim də sonra problem. Gələ bunu məndən çıxsın. Məndə deyil. Xəngələ bax, xəngələ bax. Xəngəllə bir şey nə geydə. Gəl də, gəl getdik. Bilirəm, gedək. Həvəsdən salma Cəmaatın evini. Həvəsdən salma məni. Niyə? Niyə var? Bu yağışlı havada xəngəl yemədinsə heç nə. Sözün sonuna bax, gəl. Adama gəl deyir bu, gəl deyir. Bax, xəngəlləri qoysan müdafiəyə. Bu kərəm turuşlarını qoysan yarım müdafiəyə. Arağa da qoysan hücuma. O oyun 100% qalib gələcək. Düz deyirsən. Mən bir sən nə təklif edirəm? Deyirəm ki, bu qızla oğlan tanış olanda bir-birindən bürüşlərini soruşurlar, xasiyyətini soruşurlar. Ondan qabaq onlar bir-birindən soruşmalıdır ki, xəngəl yeyə bilirsən yoxsa yox. Əgər onlar ikisi də xəngəl yeməyi xoşlayırsa, o ailə xoşbəxt ailə olacaq. Mən o dünən yox sırağa gün orta fikirləşmişəm. Bəli. Bir də xəngəl pişirən xanım. Pişik? Xəngəl pişirən xanım. Pişirən, hə. Ərinə səni sevirəm sözünü deməməlidir. Evə gələndə deyirlər, gələndə qatı qal. Deyirəm, o axırıncı pula sigaret almasın da olar. Əsas odur ki, qatı qal, xəngəli yeyə biləsən. Xəngəl, biraz ətim var. Axşama nə pişirim sualına cavabdır. Gözəl cümlədir. Gözəl cümlədir. Mən bilirsən imtahandan niyə kəsilmişdim? Mənim elə bir ki, institutda oturmuşdum pəncərənin qırağında, mənim də pəncərəm baxır düz kafenin həyətinə. Orada bir xingəl yiyirdilər. Canımsın. Xingəl yiyənlərə o qədər baxırdım, axırda məndən sarımsaq yiyəlir. Təsəvvür. Vuranlar, getdim bir dəfə imtahandan kəsildim, babam qayıt ki, ev yox. Bu il içənmədin, gələni içərsən. Belə bir maraqlı əhvalat olmuşdu. Onda gəl bunu da bıraq. Evdə xəngəl kəsənlərin sağlığına. Qoy verin də mən deyim. Deyil. Gəl bunu da bıraq. Bu parkovka pulu bahadır deyə maşını gətirib məhlənin içində belə o saxlayan qardaşların sağlıq. Gəlir saxlayır, belə böyürdə meyvə tərəvəsini zaten böyürünə verir. Ay sağ ol. Bildin Məhəllənin arasında. Pulu yoxdur, o yazmalı da saatla, SMS-lə. Nə, söhbət edirəm, sağ ol. Mən deyirəm, sağ ol. Oy, lələf. Bu çox işləmək. Buramın qapısına gedir də. Bu var ha. Futbolda ən yaxşı qol nədir? Deviatkaya vururlar ha. Mən bu pasiyanı deviatkaya vururam. Doğrudan. Məndə o yəndə kırıçonlu. Mən vuramıram. Buradan fırladıram, buradan gəlir belə olur, kırıçon. Mənki ştanqa deyil. Ha, ne deyəm? Mən də deyirəm, nə çatmır. Gözün görmür be ya, maski taxırsan. Yox, gözü söhbəti deyil. Arvada görə bura xiyar qoymuşam. Elə bir açkidir. Xiyardır, bu səhər qoymuşdum ki, bildim axşam yiyəcəndə lazım olur. Mən də elə bildim, yaxından içə bilmirsən ona görə. Sizləm? Yox. Ne olur? Sən gəl, sən. Yox, hələ bildim Məleykə deyim. Əsədova. Yox, yoldaşım Məleykə. Əsədovanı da çox sevirəm. Buna gəl. Alo. Salam el var, lotereyanın vaxtıdır, verirsən? Nöş vermirəm qardaşım, sən bir 50 litir gətir verirəm sənə. Öpürəm. Şo. Bu da hələ. Mən lotereya oynayıram araqdan. Araqdan? Elə bir ki, 10 gündən bir lotereya götürürük də. İndi məndə düşüb aprelə. 2 kiletka araq götürəcəm. Ya, bir yerə gətir vuraq. Vuraq. Gətir vuraq. Sən az vurursan, sənə baxıram mən. Mən istəyirəm sənin bir dənə sağlıq deyə, özümüzə deyim. Bu həyatda bacardığımız kimi yox, arzladığımız kimi yaşayaq. Nə oldu? Sağ ol. Bu, mən də təklif edirəm, bunu vuraq. Məktəbdə o zəngi kim basır, onun sağlığına. Oturub gözlü səni zəng salınsıydı, qatardım həyətə. O zəng zzzz, o kim basır? Bilmirəm. Tabi o axtarıram da mən neçə ildir. Onun sağlığına. Onun sağlığına. Sağ ol. Gedmir, Oji gedmir. Gedir, nöş gedmir. Gedmir axı. Gedir. Ay qardaş, sənə bayaqdan baş salıram, çatmır sənə. Deyirəm ki, bu ev mənim evimdir.
Sən kimsən vapşey? Ay xanım, sənə deyirəm ki, mən buranı behin vermişəm. Ev Kamandar mənim evidir. Adı özün bilərsən kimə nə vermirsən, bey vermirsən, nə vermirsən. Kamandar kimdir? Mən Kamandar zat tanımıram. Bu evi mənsiz heç kim sata bilməz. Başa düşdün? Kimə vermirsən behi? Kimə vermirsən də behi? Burada 2 nəfər var idi. Usta paltarında. Behi onlara verdim ki, akşam gəlib sizdən evi alacağım. İkimizdə bir arağı var. Yarı səndə, yarı məndə, yarı məndə. Xəncəl adlı bir yemək var. Qatıq səndə, qurut məndə, qurut məndə. Arağı qalıb göyüzündə, ləzzət eləyir o süzəndə. Sənə dedim çox... Əleyk. Həmişə bu qapıya gözəl günlərə gələk. Biz yaxın kətlərdən gəlmişik. Gəlmişik qardaşa xeyir dua verək. Deyə bunlara vermişəm behi. 100 manat. 100 manat. Narahat olma. Narahat olma. Düzələcək indi. Sənə dedim çox içməyək. Nə olsun? Gör gəlib hara çıxmışıq. Hara çıxır? Həyətə bax. Əleykum, əleykum. Bura haradır? Bura cəhənnəmin dibidir. O nə demək? Ha, ona gəl bura, gəl bura, gəl. Gəl bura deyəcəm. Bura Gəl. keçmə bura. Gəl bura. Gəl. Səni çağırırıq. Vurmuşam. Geçen vurmuşam. Vəziyyət işə bilə qoy. Vurmusan? Ay, Dur da, bir qəşəng şiş götürmüşəm, hər şey götürmüşəm. Bir də dağlara yiyib çək. Ne oldu bunu istirik olsan? Tökün beton tap verib. Bizim işimiz çətindir. Niyə? Söz deyəndə daş qoyanını söylürlər birinci. Nə bilim evdə içirik, yenə söylürlər. Marketdə borcumuz olanda satçı tərəfdən söylürük. Nə bilim. Aşı yadında saxla. Bir idarəyə ki gedirsən sənədə pesat vurmağa, orada sən sənədə pesat vurmurlarsa, həmən idarənin daş qoyanına gedirsən. Bizə gedmir ki, bir də vaxtında yeyib içməyən usta, vaxtında heç vaxt işini görə bilməz. Nə bilim, bilmirəm. Nə var? İstəmirəm. Nədir öyle? Nə var? Buskova. Buskova. Sakla elinde. Oldu gene bak. Bir sumka buskova getirdim. Azerbaycan'ın öz kovası. Git. Deyirəm, milli kolamız varsa, onda milləndiyi dağlara. Millendi. Sizə bakın. Xüsusi sponsor Azərbaycanın kolası Buz Kola. Qardaşın ölmür. Alağı get, kef elə, yaxşı? Sağ ol, sinəfənlərim çox olsun. İsə çay gətirdin mənə. Ay, sağ ol, qoy içəcəm. Hadi bəs də, nə qədər ona pulu verərlər? Alır səndən pula fa verir arvadına, arvad da fa verir anasına. Bütün pulları yeyirlər, bəs də. Axırda sən bəyənmirlər. Harada dayda? Aynısı. Kolumu bırak, acıtıyorsun. Ay, səndən tanış olduğum toy kasetinin lenti qırılardı. Ay qız, nə pul? Patron tumları istəyirdi, patron tumu vermişəm. Ona patron tumlarını verdin. Hə. Sen yerə baxacağım gibi onunla çitirciydim, qəşə. Nöş verdin tumları ona. Ay qız, tək ki sən səsini kəs, patron tumu sənə qurban. Doğrudan. Qoyun bunu içdim, sonra serialda bir saxlayaram. Ölürəm ben bunun için. Xüsusi sponsor Patron Tumları. Xüsusi sponsor Reva Hill Resort. Gel getir. Həmişə toylarda, həmişə toylarda. Toy olanda sevinirəm də, sevinirəm. Gözün üstündə olsun. Nə? Şəftənin ədiş bildin də. Narahat olma. Nə olsa gəlib mənə xəbər eləyərsən. Toyda az iç, ortalıqdan çıxmırsan. Arvadlar da videovu çəkib mənə atırlar. Narahat olma da deyirəm də, sən də interesli adamsan. Bir də toydur da, bu toyda oynayanlar, yeyərlər, içərlər. Nə olsun, cəmaat eləyəndə onlar mənə olmaz.
Bilirəm toydu. Hə. Amma sənə dönə-dönə yenə də tapşırıram da. Hə. Sən Aton İmizarın canı. Hə. Ölmüş qəbri. Hə. Hə, içmə. Keçən dəfə içdiyin yadındadır. Nə oldu ki? O qədər içmişdin ki toyda. Şalvarın əvəzinə toy süfrəsini püküb gəlmişdin. Ədi yadındadır. Bəsi də indi o bir dəfə olub, də ömrümdə bir dəfə olub. Onu düz deyirsən, çox içdim, səhər gedib şalvarımı kəndin o başından çayın içindən tapmışam. İndi bir dəfə olur da o. Haziyan, Hediyan, toyun pulunu çıxdı. Zülü müəllim gəlir, bunu tut, gedim 5'dən 3'dən götürüm. Gözdən buradan gəlirəm. Zülü müəllim, Zülü. Ədi. Gedək mama ilə, gəl. Zülü müəllim, Zülü. Hey, salam vereyim. Gəl çıx da. Salam vereyim. Hadi, eləmə. Ha, mən hər gün paltarlarımı ütətdirirəm. Nə olsun? Sən bilmirsən mənim ən zəhləm getdiyim şeydir. Bir paltarımdır, köynəyimdir. Bir də nə bilim pullarım qırış olanda, əzi olanda atam da gəlsə onu tanımaram, bildin? Deyirəm, ay Zülü müəllim, tutsun mənim atam kimi danışırsan. Başa düşmədim. Onun da paltarları qırış olanda əsəbləşirdi. Yox, dədəsini tanımırdı. Sənə demişəm, məni həmişə şəxsiyyətli adamlarla tayt ol. Şəxsiyyətli adamlarla məni oxşatma. Deyirəm, gələn bu Sandray taksi ilə gəlmişsən, hə? Nə olar ki, mən də düzən burada işləyimdə, mən də bilirəm ki, onsuz da. Burada işləndə 1000 manat maaş alırsam, 3 manata qədər bonusun olur, gündəlik çak-çukun olur. Elə mən də düzətdən işləyim burada da, nə olar ki? Başa düşmədim, bu məlumatları sən hardan bilirsən? Mən Sandray'da izləyirəm də. Hamısını izləyirəm, pitə nə məlumatlar çıxdı, onlarla maraqlanıram. Bu sizin sürücüdür. Bu sürücüdürsə, bəri tərəfdə niyə oturub? Rolda oturardı, nə o? Sürücüdür, bu baytardır. Bunu gətirmişəm ki, qoyunlarıma baxsın, iynə vursun, nə var, nə yox, nə tərdə, necədirlər. Özdə 80 dənə. Bəli. İynə zakaz eləmişəm. Qoyunlarım 80 dənə daxı. İnanırsan şəfdə. Qoyunlarım biri ikisi əski gəlsə ya. Səni bilsənə nə edəcəm şəfdə? Bildim. Özün başa düşdün. Özün başa düşdün. Zülü müəllim, qoy deyim, sonra deməklə ki, demədim. Sizin qoyunlar birincisi 80 dənə deyil. Biraz azdır. Keçən dəfə canavar gəlmişdi burada. Yadımdan çıxıb demək. Canavar. Elə sizin elə bir ki, qoyunlardan 3'ün 4'ün götü apardı. Başa düşmədim, mən canavara emini gəlib mənim qoyunlarımı aparır. Bir dəfə sən içeri aparsın da. Dedim ki, burada mənim də qoyunum var, Zülü müəllimin də. Dedi ki, yox, mən gəlmişəm Zülü müəllimin qoyunlarını aparmağa. Nə qədər Zülü müəllim dedim yox. Elə dediyimi də deyəcəm, getdi götürdü, çıxdı getdi. İndi sən zəhmət çək, canavar bu səfər gələndə göstər öz qoyunlarımı ki, bu Zülü müəllimin qoyunlarıdır. Qoy sən kənardan aparsın. Göstərənəm, problem yoxdur. Doktor. Ay, bəli. Düş. Salam əleykum. Doktor deyib. Doktor. Sənəm mənə kimi. Hoş gördük. Diqqətli, izzətli necə lazımdır. Qoyunlara iynə vurursan. Vurub bitirəndən sonra mənə zəh vurursan, gələm səni götürəm, gedirik. Oldu, başlayın. Tamam. Qoyunlar haradadır? Şimdi neynirsən qoyunlara? Hava da soğuqdur. Girək içəri, bir dənə çörəngi, isti çay iç. Sonra gəlib baxarsan qoyunlara. Qoyun vaxtıdır. Nədən üstü? Nədən üstü? Maşın getdi. Gəl bir çörəyi, gəməli. Qoyun. Qoyunlar haradadır, onu de. Vaxtım yoxdur. Şu qoyunlar harada olacaq? Yataq otağında. İnteresin adam senin koyun orada fermadadır da. Gedək də. İhtiyac yok da koyunlara bakmağa. Gel beni diyeyim. Gel koyunların yarısını size iğne vurun. Yarısını mən iğne vurun. Olmaz. Düz 7 il bahçarlıq məktəbini oxumuşam mən. Mən öz heyvanlarımı heç kimə etibar eləmirəm. Düş qabağıma. Doktor onda mən gedim koyunları gətirim, siz bir-biri iğne vurun. Olar, amma ehtiyatlı ol. Amma qoyunları düz saya, yoxsa məni çaşdırarsan. Bax, mən çaşdım. Bu iğne ki var, o qoyuna 2 dəfə daysa ölə bilər. Gel. Gel beni anaş, gel beni korkma, gel beni. Getir. Getirdim. Biraz yad adam görəndə qorxur doktor. Özümə öyrəşeyim. Dayan görüm ha. Ne oldu? Yavaş. Bu mənə tanış gəl. Kimə? İndi mən buna iğne vurmadım. Şimdi oxuyayım, bunları mən eyni bərbər aparıram. Bunlar bir-birinə oxşaya bilər. Bərbər bunları stillə qırxır. Da bu qədər. Nasıl çox oxşatdım, gətir. Bu 77'dir, mığayt ol, yavaş. Qorxma, iğnedir. Vay dədə. Tərpətmə. Doktor, mənim batmadı o. Aha. Ne oldu? Şu qaldı bir dənəsi. Yeri, qaç, qorxma, yeri. Dur, iğnedir də, qorxma. Sonra da gətir. Vay dədə, belim. Mənə bax, doktor. Sən Zülü müəllimə yığ da dinən gəlsin. Sən vurdun da bayaq, gəlir yolda. Dinən gəlsin. Sən gətir, axırıncısını da Mən gedim görüm, gətir. hardadır o? Doktor,
Ha, Zülü müəllim, xoş gəldin. Nətərsən, nətərsən? Yaxşılıqdır, Zülü müəllim. Bircə dənəsi qalıb. Onu da bura qutarır. Durdum. Ay, sənə daha sana. Ay Zülü müəllim. Nədir şafda? Evimiz yıxıldı. Sevinir. Evimiz yıxıldı, biabırçılıq olub. Nə olub? 10-15 dənə qoyun başın qoydu yerə. Canım sən bilmirəm bu neynədir, nə qardı, nə vurdu onlara. Nətər başım yatıblar, yoxsa? Çağırıram oyanmır. Nətər istəyirsən? Çağır, gəl. Gəl bax. Nətər Gəl çağırma? bax. Başa düşmədim, ha? Mənim qondarım. Nətər başım boş, ha? Bunlar ölüb. Ölümlər bunlar. Bu nə də? Qoyunlar ölüb. Neynəsən? Mən bankrot oldum, ha? Bu nə də? Varım dövlətim getdi, bu nə də? Mən eləməm ki, ola bilər ki, bir qoyuna 2 dənə iynə vurub, bir dənədən. Nə danışırsan? Onlar da başını qoyub. Öl bundan sonra. Bir varım dövlətinə. Gördün neynədən? Bu boyda kişinin yanında mənim etibarımı itirdi. Mən heç nə eləməmişəm. Bura gəl. Sən özüm baracaq. Yekil okudum, belə elədim. Sən nə edin? Heç nə eləməmişəm. Heç nə eləməmişəm Zülü müəllim. Bütün qoyunlarım ölüb, ha? Ha, Zülü müəllim yaxşıdır. Zülü müəllim gözə iynəsin bırax. Gözə iynəsin. Ama qoyun da eləmə həkimə. Gözə iynəsin. Deli adam bilən də. Sən ödəyənməyəcəksən. Deli adam olur məhəllədə var. Dinə. Baxırdım o nə etdi? Baxırdım ki, orada xəngəl yeyirlər. Xəngəl yeyir. Sən görürəm. Gəl. Kafeyin ətində görürdüm ki, xəngəl yeyirlər. Film qalır zorlarına. Eləmə. Yaxşı, yaxşı. Baxırdım pəncərədən gördüm xəngəl yeyirlər. Eşidirsən? Mənlə bilirəm ki, bilir ki, onu deyəcəm. Otururdum pəncərənin qırağında, mənim də pəncərəm baxır düz kafeyin həyətinə. Belə bir gəyirirlər. O nəzik gəyirir mi qalın? Yenə SMS-lə. Ona git, söhbət edirəm. Tamam. Şimdi Məleyküm. aşağı dua. Allah qoçsun. Kimsə gələcəkdi. Bir o çıxdı da o. Ben neler olacak indi bırak. Telefonla danışdım. O neler olacak? Satmısınız bu evi? Üşümürsən. Getdi. Heç şey yoxdur uşaqlar, heç şey yoxdur. Getdi. Satmısınız bu evi? Gülmə be. Allah mənə gülmədim, sən güldün.